Hamıya salam uşaqlar. Bugün YouTube kanalımızın ən vacib videolarından birini çəkəcəyik. Kontekst nədir onu öyrənəcəyik bugün. Order Flow-da. Yəni bu Order Flow bootcamp'ının ikinci bölümüdür. Bilirsiniz mənim həm normal bootcamp'ım var, həm də Order Flow-u öyrətdiyim bootcamp'ım var. Bunları YouTube kanalımdan oynatma listələrindən keçib baxa bilərsiniz. Bugünkü videom Order Flow-un ikinci videosu. Birinci videosunu da kanalda var, onu da gəlib izləyə bilərsiniz. O Order Flow-a giriş videosuydu. Yəni qısacası Order Flow nədir, işləmlər necə götürülür və s. Order Flow-u bəzi traderlər mənasızca çətin insanlara anlatırlar. Həmçinin elə danışırlar ki, elə bil heç kim bilməməlidir və yaxud çox da dəhşətli böyük bir strategiyadır. Ona görə bizim insanlarda şey var, nə bilim Order Flow-u pulla sat, Order Flow-u get başqa YouTube kanallarından öyrən, xariclərdən öyrən. Heç xariclərdə də onsuz da açıq-aydın deyənlər yoxdur bunları. Nəysə, keçək videomuza. Bugünkü videomuz kontekstdir. Order Flow-da trade eləmək istəyirsinizsə, sizin bir kontekstiniz olmalıdır. Kontekstdən mən də istifadə edirəm günlük, amma niyə? Kontekstdən niyə istifadə edirəm və kontekst nəyə lazımdır? Hal-hazırda qabağınızda gördüyünüz bu çizgilər Order Flow-un ən əsas qrafikidir. Yəni standart bir Order Flow-un qrafiki bu yöndədir. Amma bizim hələ ki buna işimiz yoxdur. Burada yazmışam liquid, FVG və structure. Bunlar nə deməkdir? Bizim bir kontekst qurduğumuz zaman Order Flow-da biz demək olar ancaq bunlardan istifadə edirik. Yəni liquid, fraktal, FVG, imbalans və market strukturundan istifadə edirik. Bunların da hamısı təbii ki üst zaman dilimində olur. Məsələn, liquid nədir? Üst zaman dilimində vacib bir yer, PDH, nə bilim PDL. Sizin Order Flow-da işləmə girməmişdən əvvəl bir kontekstiniz olur və siz bu kontekstlə işləmə girirsiniz. Və demək olar işləmlərinizin 99%-də bu ekranda gördüyünüz ayarlarla idarə edirsiniz. Liquidlə, FVG ilə və market structure ilə bir yerdə. Kontekst böyük hallarda bayaq dediyim kimi high time frame-də, məsəl üçün PDH-da, PDL-də, günlük, həftəlik və aylıq qrafiklərdə qalan fraktallardan əmələ gəlir. Və yaxud 4 saatlıq, 1 saatlıq və yaxud günlük qrafiklə son şamların arasında qalan zaten siz buna bilirsiniz. FVG-lərdən əmələ gəlir. Harda bu liquid varsa, böyük zaman dilimində, vacib liquidlər, mən o ortada mənasız liquidlər demirəm. Vacib liquidlərdən söhbət gedir burada, bayaq dediklərim. Onlardan varsa və FVG varsa, deməli burada bir kontekst yarana bilər. Yəni bu qrafiklərə daha çox baxmalıyıq. Üçüncü olaraq kontekstin həmişə bir hədəfi olur. Yəni işləmə girməzdən əvvəl sol tərəfdə mütləq bir hədəf olmalıdır. Sən qrafikin ən üst nöqtəsindən long aça bilməzsən. Çünki sənin sol tərəfdə hədəfin yoxdur. Və yaxud aşağı tərəfdə sən zaten burdasansa və aşağıda heç bir şey yoxdursa, boşluqdursa və sol tərəfdə də vacib bir səviyyə yoxdursa, burada işləm aça bilməzsən. Həmişə kontekstin hədəfi olmalıdır. Hansısa bir fraktal, hansısa bir FVG, bayaq dediyim kimi eyni sistemdir. Kontekstin həmişə hədəfi olur. Kontekst liquidlə əmələ gəlir, FVG ilə əmələ gəlir və high time frame ilə əmələ gəlir. Kontekstində iki növ olur. Ekranda gördüyünüz kimi yazmışam bura. Bir global kontekst, bir də lokal kontekst. Biz çalışmalıyıq ki, kontekstimizin fokusu həmişə qlobal olsun. Yəni aylıq, həftəlik, 4 saatlıq və 1 saatlıqda axtarmağa çalışırıq konteksti. Bəzi hallarda lokal kontekstdə olacaq. 30 dəqiqəlik, 5 dəqiqəlik, 15 dəqiqəlik qrafiklərdə də olacaq axtardığımız. O heç. Amma yəni böyük hallarda biz çalışmalıyıq ki, fokusumuz həmişə qlobal kontekstdə olsun ki, qlobal kontekstdən bazarın istiqaməti şəkillənir. Yəni sənin 5 dəqiqəlik FVG üstündə qapanış eləyib deyə heç vaxt bir şeyin qiyməti anormal dərəcədə qalxa bilməz və yaxud altına qapanış eləyibsə anormal dərəcədə düşə bilməz. Həmişə bazar yüksək zaman dilimlərində hərəkət edən, həmişə bazar yüksək zaman diliminə görə şəkillənir. Alt zaman diliminə görə yox. Ona görə biz burada həmişə qlobal konteksti istifadə edirik. Gəldik videomuzun növbəti hissəsinə. Kontekstin yaranmağı üçün bizə nələr lazımdır? Bayaq demişdim, amma indi tam yazılı şəkildə deyirəm və daha izahlı deyəcəm. Birinci hədəfin olması high time frame-də, bu bildik, bu getdi. İkincisi, qiymətin likvidasiya və yaxud FVG-yə təması, bunu da dedim. Məsəl üçün burada fikir verirsə, qiymətin FVG-yə təması var. Həmçinin buradakı qalmış fraktalları, buradakı fraktalları alır, yəni təmas edir liquid nöqtələrinə və FVG-yə də təmas edir, daha sonra qalxır. Global kontekstdə bizdə iki dənə əsas sell və buy hissəsi var. Biri sell to buy-dır, digəri isə buy to sell-dir. Bunları yazmışam. Sizə indi göstərəcəm nə deməkdir.
Qiymət solda görürük ki, qiymət birinci sell gedir, yəni aşağı. Daha sonra burada qalmış sol tərəfdən bir liquidasiyanı alır, qalxır. Yəni birinci sell, sonra buy. Sell to buy. Ən asan izahı budur. Qiymətimiz aşağı düşür, yəni sell formasına davam edir. Daha sonra sol tərəfdə qalmış buradakı fraktalı alır. Burada fraktalı aldıqdan sonra isə artıq istiqamətini dəyişir, buy verir. Yəni sell to buy olur. Satışdan alışa keçir. Həmçinin burada buy to sell. Qiymətimiz bizim burada sol tərəfdə global kontekstdən qalmış bir liquidasiya səviyyəmiz var. Həmçinin fraktalımız var sol tərəfdə. Baxın belə sol tərəfdə. Qiymət birinci düşür, sonra qalxır. Sonra düşür, sonra qalxır, yəni buy verir qiymət. Buy verir, daha sonra bizim burada qalmış fraktalımızı alır, daha sonra sell verir. Yəni buy to sell, alışdan satışa keçmək. Bunların içində qiymətin A nöqtəsindən B nöqtəsinə getməyi və yaxud B nöqtəsindən A nöqtəsinə getməyi. Biz bunu burada daha çox istifadə edəcəyik və düzdür, mən sizə qrafik atanda Telegram qrupunda A nöqtəsi, B nöqtəsi yazmıram. Amma əslində yazılmalıdır. Yəni mən özüm bildiyim üçün yazmıram. Çünki mən artıq bilirəm A nöqtəsi mənim haramdır və yaxud B nöqtəsi mənim haramdır. Məsəl üçün burada sizə ən sadə bir göstəriş eləyim. Bizim qiymətimiz həmişə bir nöqtədən digər nöqtəyə getməlidir. Biz ilk başladığımız yerin adını qoyuruq A nöqtəsi və qiymətimiz gedir B nöqtəsinə. Və yaxud bunun əksi də ola bilər. Bunun heç bir fərqi yoxdur. Və yaxud burada hərfləri də dəyişdirə bilərsiniz. K nöqtəsindən M nöqtəsinə və yaxud istədiyiniz kimi qoya bilərsiniz. Qiymətin A nöqtəsindən B nöqtəsinə getdiyini necə bilmək olar? Bizim burada fikir versinizsə, qiymət gəlir aşağı, sol tərəfdəki fraktalımızı alır, daha sonra qalxır yuxarı take profitdə high time frame-dəki bizim liquidləmizə. Deməli, biz bura qoyuruq B nöqtəsi, burada qoyuruq A. Qiymət A nöqtəsindən B nöqtəsinə getdi. Həmçinin burada qiymət qoyuruq məsəl üçün bu nöqtəmizə B, bizim take profitdə olan bu nöqtəmizə də qoyuruq A. Qiymət nə oldu? B nöqtəsindən A nöqtəsinə getdi. Gəldik kontekstimizi qrafik üzərində sizə misallarla göstərməyə. Mən Telegramda bir gün əvvəl, yəni dünən bu işləmi atmışdım, Avroist işləmini. Bu həm bizim mövzumuza uyğundur kontekstimizə. Gəlin kontekst mövzusunu bu qrafik üzərində işləyək. Nə demişdim sizə? Kontekstin olmaq üçün bizə nə lazımdır? Ən əsas. High time frame-də fraktal lazımdır bizə, liquid lazımdır. Hansı zaman dilimindəyik? 1 saatlıqda. Mən bu xətti qoymuşam ki, mavini bunu. Yəni biz sağ tərəfi görmürük. Sağ tərəf yoxdur bizdə. Olsun va bura. Bizdə bu mavi xəttdən sağ tərəfi yoxdur, görmürük. Bizdə nə var burada sol tərəfdə? 1 saatlıq liquid də var. Yəni fraktal var. Potensial take profit nöqtəmiz. Mən demişdim axı sizə, işləmə girməzdən əvvəl həmişə fokusunuz olmalıdır və kontekstin həmişə bir take profit yeri olmalıdır. Bizim take profit yerimiz haradır? Bura. Deməli, take profit yerimiz oldu. İkinci növbə. Bizim flowumuzun istiqaməti. Biz işləmə girdik burada, amma biz işləmə girməmişdən əvvəl danışırıq. İşləmi necə beynimizdə formalaşdırdıq. Sol tərəfdə görürük ki, bizim Avroistinin istiqaməti hansı tərəfədir? Burada fraktal alma olub. Daha sonra burada da bir fraktal alma olub. İstiqamətimiz haradır? İstiqamətimiz yuxarı. Haradır? Yuxarı. Yəni qiymət belə gedir. Yüksələn tərəfə. Yəni istiqamətimiz longdur. Qrafikimizin istiqaməti longdur. Qrafikimizin istiqamətini tapdıq. Həmçinin qrafikimizin take profit var. Take profitimiz var. Flowumuzun yönünü tapdıq. Nə qaldı? İşləmə girmək. İşləmə girməzdən əvvəl nə deyirəm sizə? Və yaxud nə demişdim? Sell to buy. Həmçinin qiymətin fraktallarla və yaxud FVC-lərlə bir yerdə təması. Və yaxud sizə yazmışdım onların hamısını. Video dala qayıdıb SS eləyə bilərsiniz. Düşürük alt zaman diliminə. 5 dəqiqəliyə və yaxud 15 dəqiqəliyə. Mən heç vaxt 1 dəqiqəliyə, 3 dəqiqəliyə düşmürəm. Gördüyünüz kimi analizimizi 1 saatlıqda və yaxud 4 saatlıqda apardıq. Kontekstimizi tapdıq, take profitimizi yenə high time frame-də, flowumuzun istiqamətini yenə high time frame-də tapdıq. Global kontekstimizi tamamladıq. Global kontekstimizdə nə idi? High time frame-də liquidasiya yeri, high time frame-də take profit yeri, həmçinin flowumuzun istiqaməti, bunları tapdıq. İndi isə düşürük lokal zaman diliminə, lokal kontekstdə. Orada giriş yeri axtarırıq. Biz düşək 15 dəqiqəlik qrafikə.
Likvidasiya səviyyəmiz var. Burada Asiyanın bir lov var. Asiyanın lovunu alıb sol tərəfdə Asiyadan qalmış bir likidi alıb Frankfurt. Daha sonra nəyib? Burada qalmış bir Asiyanın hayı da var. Frankfurt nəyib? Həm Asiyanın hayını alıb, həm də sol tərəfdə qalan Asiyanın Frankfurtunu alıb. Bəx nə demişdim mən sizə? Sell to buy. Sell to buy alanımızı çəkək buradan belə. Anlayasın nə demək istəyirəm. Belə çəkək. Qiymət nə edir? Birinci sel verir. Likvidasiyamızı alır. Bəx dediyim kimi sizə orada. Likvidasiyamız var. Likvidasiyamızı alır. Sel verir. Likvidasiyamızı alandan sonra başqa bir edəcək heç qalmır və buy verir. Sell to buy. Daha sonra burada bir 15 dəqiqəlik FVC yaradır. Mən bu sell to buy alanını silim. Burada 15 dəqiqəlik bir FVC yaradır, görürsüz. Mən gözləyirəm. Bunun üstünə qapanış gəlir. Daha sonra bizim 15 dəqiqəlik FVC təmasda işləmə girirəm. Bunu da qrup paylaşmışdım. İşləmə girməzdən əvvəl nəyim var mənim? Take profitim var, stop lossum var. Stop lossunuzu qoya bilərsiniz sessionların lovuna hayına. Mən burada həm işləmə çox güvənirdim, həm də bilirdim qalxacağını. Biz bu mavini silə bilərik indi. Qiymət addım getdi take profit yerinə. Düzdür, bu take profit yerinə buranı almasa da həmin gün. Daha sonra növbətçi gün getdi bu take profit yerimizi aldı. Take profitimizi almasa da onsuz işlərimiz demək olar karar idi. Mən qrupda burada olanda demişdim ki take profit oldu. Çünki yəni ha bura demək olar eyni şeydir və Forex-də bəzən belə şeylər olur. Çünki həmişə bizim açıqda qalan bir take profit yerimiz var və bunu hamı görür. Bəzən market makerlar heç vaxt imkan vermirlər ora gəlsin. Gələndə tam ucundan sonra qaytarlar da cəmaatı burada stop edirlər. Səhər günü qaldırırlar yuxarı təzədən. Ona görə mən artıq burada bir neçə mavi qara şamı görəndən sonra düşüşəm. Artıq mən qrupa yazmışdım ki, yəni girişə stop atıb çıxa bilərsiniz. Take profitimiz yerimiz var. Fraktalımızı aldı. Sell to buy alanımız, sell, sonra to buy alanımız və arada bir FVC təmas, daha sonra bu. Bu qədər sadə. Yəni kontekstlə işləm düzəltmək bu qədər sadədir. Sizə nə lazım deyil, başqa order blok və yaxud başqa şeylər lazım deyil. Onlardan da istifadə edə bilərsiniz. Mən bootcampımda onların hamısını onsuz da deyirəm və deyəcəm də, yanına maraqlı şeylərlə qoşub da deyəcəm onlarsa, problem yoxdur. Onlar digər bootcamp serisidir. Onlar sıfırdan trading olmaq üçün istəyənlər üçündür. Order flow isə biraz daha üst leveldir. Dediklərim şeyləri anlamırsınızsa, digər bootcampa sıfırdan baxıb daha sonra gəlib bu videoları izləyə bilərsiniz. Çünki order flow təzə başlayanların işi deyil. Biraz daha üst levellərin, biraz daha təcrübəlilərin işidir. Nəsə sualınız olsa qrupa yaza bilərsiniz Telegramda. Hamınızı öpürəm. Görüşərik inşallah.